Salam, hər vaxtınız xeyir olsun, dostlar, qardaşlar. 5 ay öncə bu Nərmanovda mənzildə santexnika işi görmüşdük. Bugün mən gəlmişəm bu mənzildə bu sistemi işə salmağa, qış rejiminə keçirməyə. Hal-hazırda sistemi işə salmışam, saat kimi işləyir. Kombi 28-i İmer qazdır, hal-hazırda 61 dərəcə, 60 dərəcə işləyir. Çünki 60 dərəcə onun üçün qoymuşam ki, bizim mənzildə 4 ədəd radiator var, 2 ədəd şulka var, 5 çıxış, 50 kvadrat isti döşəmə var. Radiatorun da kollektoru ayrıdır, isti döşəmənin də kollektoru ayrıdır. Onun üçün kombini mən 60 dərəcəyə qoymuşam. Radiatorlara gedən istilik 60 dərəcə, qayıdışı isə 52 dərəcə. Bu çox gözəl göstəricidir, həqiqətən ot kimidir, gedən də, qayıdan da. İsti döşəməmizə isə belə 3 yollu qarışdırıcı motor yerləşdirmişik. Onun üçün yerləşdirmişik ki, radiatora görə kombi 60 dərəcədə işləyir, amma bizim isti döşəməyə gedən istilik 45 dərəcədir. Bunun vasitəsilə biz buradan istiliyi nizamlaya bilirik. Qayıdış isə 40 dərəcədir gördüyünüz kimi. Bu çox gözəl bir göstəricidir. Hal-hazırda saat kimi işləyir. Bu motorun həqiqətən çox gözəl bir effekti var. Bu motor qaz sərfiyyatının qarşısını çoxalır, kombinin qazı çox yazmağa imkan vermir. Radiatorlarımız da hal-hazırda saat kimi işləyir, istipolumuz da saat kimi işləyir. Kimin nə sözü, sual olsa, profildə nömrələrimiz var, əlaqə saxlaya bilərsiniz, mesajda yaza bilərsiniz. Sistem bu qaydada yığılmalıdır, saat kimi işləyir.